Gəlinlərin tez-tez verdiyi suallardan biri də budur. Mən bütün günü evdə xidmətçi kimi çalışıram, qaynanam isə televizorun qabağında oturub uşaqlara da baxmır. Əvvəla nə qaynana uşaqlara baxmaq məcburiyyətində deyil, nə də gəlin xidmətçi kimi çalışmaq. Bu mövzuya əvvəl də toxunmuşdum. Kim nə edirsə, könüllü etməlidir. Məcburi, deynə-deynə nəsə etməkdənsə, onu etməmək daha yaxşıdır. Ümumiyyətlə, belə narazılıqların olduğu ailələrdə ən yaxşı çözüm yolu ayrı yaşamaqdır. Ayrı evə köçmək mümkün deyilsə də, biri-birinin haqqına girmədən yaşamağı tövsiyə edərdim. Əgər qaynana gəlini öz qızı kimi görmürsə, daim yad biri kimi, xidmətçi kimi istifadə edirsə, gəlin də bu duruma görə özünü nizamlamalıdır. Nəzakət və ədəb gözləməklə öz sərhədlərini təyin etməli, nəyi nə qədər və hansı səviyyədə edəcəyinə qərar verməlidir. Heç bir şəkildə özünü, şəxsiyyətini, dəyərlərini alçatmağa icazə verməməlidir və fədakarlıqlar qarşılıqlı olmalıdır. Yox, əgər qaynana üzərinə düşən böyüklük borcunu, analıq missiyasını yetərincə edirsə, amma gəlin biganəlik, soyuqluq, hətta hörmətsizlik edirsə, qaynana da öz sərhəddini qoymalı, boş yerə qədir-qiymət bilməyən gəlinə fədakarlıq etməməlidir. Ümumiyyətlə, bu mövzuda meyar olacaq son cümləm bu olsun. İstər qaynana, istərsə də gəlin, hər ikisi Allahın bir quludur. Allah isə heç bir halda qul haqqına girməyi, zülm etməyi istəmir.